Euzu billah, bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah, amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Bugün biz inşallah Şafii Fıkıh dersinin ikinci dersinden devam edeceğiz. Esas aldığımız kitap Kurratul Ayn adlı kitap idi. Müsennif belə deyir. Faslu, fasl, bölüm. Fi men tecibu aleyhi as-salavatu el-mektubetu. Kim hakkındadır bu bölüm? Farz namazlar kimlere vaciptir? Onlar hakkındaki bölüm. Biz demiştik ki Qurratul Ayn kitab, yəni hal-hazırda oxuduğumuz kitab, bunun əsas aldığı kitab hansı idi? Fethül Müin kitabı idi, elə deyilmi? Məli Bərinin. Və demişdik ki, üzərinə əlavələr etmişdi. Məsəl üçün bu bölümdə İmam Nəvəvi rəhmətullahi aleyhin Əl-Məcmu adlı əsərindən əlavələr edib. Ondan sonra İbn Həcərin Tuhfetül Muhtac adlı əsərinə Şirvaninin haşiyəsi var. O haşiyədən əlavələr edib. Və əsas alınmış olan kitab Fethül Müin kitabı idi ki, onun da üzərinə Əl-İhanə deyə haşiyə var. Ondan da əlavələr edib. Yəni oxuyacağımız bölüm bütün bu əlavələrlə bərabər olan bölümdür. Müəllif belə buyurur. Təcibus salatu, namaz vacibdir. Kimə? Alə kulli muslimin, hər bir müsəlmana namaz vacibdir. Bəs bu müsəlmanın vəsfi nə olacaq? Mükəlləfin, mükəlləf olan hər bir müsəlmana vacibdir. Bəs mükəlləf nə deməkdir? Ey bəliğin aqilin, yəni həddi buluğ yaşına çatmış və ağlı başında olan. Yəni biz mükəlləf deyəndə qəsd etdiyimiz nədir? Həm həddi buluğ yaşına çatmış olacaq və həm də ağlı başında olacaq. Başqa vəsfi varmı? Bəli. Nədir o? Tahirin, təmiz olacaq. Nəydən? Min heydin və nifasin. Heyizdən və nifasdan təmiz olacaq ki, namaz ona vacib olsun. O zaman fələ tecibu, vacib değildir. Alə kafirin asliyin, Müsəlmana vacibdir dedik. O zaman kafirə vacib deyil. Ancaq hansı kafir? Əsli etibarilə kafir olan. Nə deməkdir? Yəni doğulduğu andan etibarən kafir olub, kafir olaraq da davam edir. O arada müsəlman olub, daha sonra mürtəd olmayan, əsli etibarilə kafir biz buna deyirik. Buna da vacib deyildir. Və sabiyyin, uşağa da vacib deyildir. Hansı uşağa? Həddi buluğa çatmamış olan. Sonra və mən zələ aqluhu bisəbəbin qayri muharramin. Ağlı başından gedənə də vacib deyildir. Amma şərti odur ki, ağlın başından getməsinə səbəb olan şey haram olmayan şey olacaq. Yəni haram olmayan bir şey ilə, onun səbəbi ilə ağlı başından gedibsə, bu adama da namaz vacib deyildir. Nə kimi? Kəcununin, dəlilik kimi. Av iğməin, bayılmaq kimi, özündən getmək kimi. Av sukrin bilə təəddin. Yəni sərxoş olmaq. Yəni insan sərxoş olunca ağlı başından gedir. Sərxoş olub namazı vacib olmayan şəxs varmı? Var. Sərxoşluğa səbəb bilə təəddin olsa. Nə deməkdir bilə təəddin? Yəni həddini aşmayıbsa. Yəni şəriətə qarşı bir haramlıq işləməyibsə. Yəni içki içəndə bu insan həddini aşmış olur. Amma bu insan məsəl üçün narkoz qəbul etdi və ya həkimin ona tövsiyə etdiyi alternativ də tapmadığı hər hansı bir dərmanı qəbul etdi və bu səbəblə də nə oldu? Sərxoş oldu. Haram işləmiş oldu mu? Olmadı. O zaman bu insanın ağlın başından getməsi, yəni sərxoş olması haram bir səbəblə deyil. O zaman bu insan əgər namaz vaxtında sərxoş qalsa, namaz buna vacib deyildir. Av bimaradin və bir xəstəlikdən dolayı, av tədavin li hacətin və bir ehtiyaca binaən bir tədavisi varsa, bu da buna daxildir. Niyə bunlara namaz vacib deyildir? Li'adami təklifihim. Çünki bunlar mükəlləf sayılmırlar bu hallarda. Və la alə haidin, hezli bir qadına da namaz vacib deyildir. Və nufəsəə, nifas halındakı qadına da vacib deyildir. Nifas halında, yəni lohusa qadına. Li'adami sihhatihə minhumə. Çünki o ikisi, yəni heyzli və nifaslı bir qadın namaz qılmış olsa, namazları onlardan keçərli olmayacaq. Və la qadaa alə haulai cəmi'an. İndiyə qədər saydığımız olan bütün bu şəxslərin üzərinə də namazların qəzası vacib deyildir, deyir. Dedik ki, əsli kafir olan şəxsə namaz vacib deyildir. Bu sözdən murad edilən nədir? Yəni fəqihlər bunu dedikləri zaman nə qəsd edirlər? Deyir ki, vəl-muradu bi'adami vücubihə aləl kafiril asliyyi. Əsli kafir olan birinə namaz vacib deyildir dediyimizdə murad etdiyimiz adamu vücubi mutalabətin bihə minnə fid-dünya. Bu dünyada biz ondan namazını qıl deyə tələb etmirik. Li'adami sihhatihə minhu. Niyə tələb etmirik? Çünki o zaten kafir ikən namazını qılsa,
namazı sahih olmayacaq. Lakin ancaq tecibu aleyhi, bu namaz həqiqətdə ona vacibdir. Vücubə iqabin aleyhə. Çünki Allah Azze ve Celle qiyamət günü həmən kafirə bu namaz qarşılığında nə edəcək? Əzab verəcəkdir. Fil əxirəti iqabən zaidən alə iqabil küfri. Demək ki, kafir olan şəxs qiyamət günündə kafir olduğuna görə əzab görəcəkdir. Və eyni zamanda Allah Azze ve Celle bütün insanlara namaz qılmağı əmr edir. Bu insan namazı da tərk edib. Demək ki, kafir olduğuna görə əzab görməsindən ziyadə olaraq namazı tərk etdiyinə görə də nə görəcək? Əzab görəcəkdir. Bu yöndən namaz ona vacibdir. Yoxsa bu dünyada namazı qılmağı əmr etmək xüsusunda namaz ona vacib deyildir. Yəni müsəlman olan biri əgər namazı tərk etsə, ona namazı qıl deməklə məsuluq. Amma kafirə bunu demirik. Niyə? Bu insan qiyamət günü əlavə olaraq bundan əzab görəcəkdir namaz qılmadığı üçün. لِتَمَكُّنِهِ مِنْ فِعْلِهَا بِالْإِسْلَامِ. Bu dünyada ikən onu edə bilərdi. Onun əlindəydi. Sadəcə müsəlman olması gərəkirdi. Yəni müsəlman olaraq namaz qıla bilərdi, amma etmədi. Müsəlman da olmadı. O zaman namaz da ondan səhih olmayacaq. Əlində imkanı olduğu halda etmədiyi üçün əlavə əzab görəcəkdir. Dedi ki, müsəlman olaraq o namazını qıla bilərdi. Bi-ən yuslimə thumma yətiyə bihə. Öncə müsəlman olacaqdır, sonra isə namaz qılacaqdır. Bu görüş hansı qaydaya binaən olan görüşdür? Binaən aləl asah. Asah olan görüşə görədir ki, ennel kafira, asah olan görüşə görə, asah demək ən doğru deməkdir. Asah demək, yəni İmam Şafii rahmetullahi aleyhin sözləri arasındakı ixtilaf deyil. Asah demək Şafii məzhəbinin böyük alimlərinin sözləri arasındakı ixtilafdır. Necə ki İmam Nəvi rahmetullahi aleyh Minhacü Talibin adlı əsərinin başında, müqəddiməsində belə buyurur. وَحَيْثُ أَقُولُ الْأَصَحُّ أَوِ الصَّحِيحُ فَمِنَ الْوَجْهَيْنِ أَوِ الْأَوْجُهِ فَإِنْ قَوْيَ الْخِلَافُ فَالْأَصَحُّ وَإِلَّا فَالصَّحِيحُ. Əgər mən asah dedimsə və ya sahih dedimsə, ən doğru görüş və doğru görüş dedimsə, bil ki bu فَمِنَ الْوَجْهَيْنِ Şafii məzhəbinin alimlərindən gəlmiş olan vəcihdən birisidir. Avil avcuhi, yəni iki vəcihdən birisidir və daha çox olan vəcihdən birisidir. Fə in qaviyəl xilafu qultul asahhu. Əgər alimlərdən gəlmiş olan sözlərdə onların ixtilafları güclüdürsə və biz də onlardan birini daha güclüdür deyə seçmişiksə, biz ona nə deyirik? Əl-asahhu deyirik, ən doğru görüş. Və illə, əgər ən güclü görüş deyil, onun qarşılığındakı görüşdürsə, fəs-sahihu. Biz ona nə deyirik? Doğru görüş deyirik. Yəni hər ikisi də əslində güclü görüşdür. Tamam. Dedi ki, asah görüşe göre ennel kafira, kafir olan biri muhatabun bi furu'i şeriati, şeriatin fıkhi ile, furusu ile nedir? Məsuldur. Yani bu dünyada kafir de orucla məsuldur, kafir de namazla məsuldur. Bəs bunun dəlili var mı? Əlbəttə ki vardır. Və yeşhədu lehu qavluhu Teala. Allah Azze ve Celle'nin bu sözü, bu ayəsi buna dəlildir. Mə sələkəkum fi saqar. Sizi cəhənnəmə salan şey nədir? Qalu ləm nəku minəl musallin. Biz namaz qılanlardan deyildik deyirlər. Yəni onlar əzab görürlər. Möminlər də, müsəlmanlar da onlardan soruşur ki, sizi cəhənnəmə salan şey nədir? Onlar deyirlər ki, ləm nəku minəl musallin. Biz namaz qılanlardan deyildik. Yəni namaz qılmadıqları üçün əzab görürlər. Yəni ona görə də Şafii məzhəbin alimləri deyir ki, onlar kafir olduqları üçün əzab görəcəklər. Əlavə olaraq da şəriətin hökmləri ilə əməl etmədikləri üçün də əzab görəcəklər. Elhamdülillahi Rabbil aləmin.